Məktəbimiz özünün böyük bir intellektual səviyyəsi ilə çox fərqlənirdi. Bütün fənlər üzrə bilik yarışları keçirilərdi. Məktəbimizin şagirdlərinin qalib gəlməyi nəinki onların özləri üçün, bütün müəllimlər, valideynlər üçün, demək olar məktəb kollektivi üçün əsl sevinç və qürur mənbəyinə çevrilir. İlməzli Orta Məktəbi bizim üçün yalnız təhsil aldığımız yer deyildi. Bu məktəb bizim üçün əsl biliyin, əsl dostluğun mərkəzi idi. ...88-ci il hadisələrindən sonra Boru bölgəsindən Şamaxıya pənah gətirmiş İlməzli kəndinin ağsaqqalları ilə görüşdük. Dede baba yurdundan ayrılandan sonra heç vaxt yurt yaddan çıxmayıbdır. Ancaq burada da bu Azərbaycanda da öz millətimizi, öz xalqımızdır. Əgər qayıtmalı olsa, ürəklə qayıdarıq. Ürəklə qaydanda orada biz nəyi görəcəyik? Biz evlərimizi, ellərimizi görməyəcək yerində. Təzdən istərik. Görməsək yenidən qurarıq. Öz vətənimizin, öz ata babalarımızın qəbirlərini bir ziyarət edərik. Orada ana vətəndir, yaddan çıxmıyıb, ancaq orada gəlmişik, burada da doğma vətən hesab edirik. Yaşayırıq, sağ olun. Ora əlbəttə ki, dədə baba yurdumuzdur. Biz yaşımızın çoxunu orada yaşamışıq. Ora elə bir yerdir ki, gecə yatanda da yuxumuzda oranı görürük. Bu unudulmaz bir şeydir. Ancaq bura pənah gətirmişik biz də. İndi məskunlaşmışıq, burada yaşayırıq, burada vətənimiz.